koy. En başında sənədi koy. Həmsənə. Təşkilatı saatımızdır. Hər birdə qeyd edirəm. Təşkilatı saatımızı müəyyən tarix şəxslərdə, görkəmi şəxslərdə tanınmış insanlara deməli həsr edirik. Deməli, bugün biz tarixi şəxsiyyət deyəndə məndə bilirəm ki, gəlir olaraq. Tarixi şəxsiyyət o deməkdir ki, bu sərkərdə olmalıdır, hökmdar olmalı və s. Amma bugün biz 65 illiyini qeyd etdiyimiz nəslini tarix şəxsiyyəti gələcək tarixi kurslarından tarix dərslərini keçəndə öyrənəcəksiniz ki, Şirvanşahlar dövlətinin ən məşhur saray şairlərindən biri İmadəddin Nəslimi olmuşdur. Yəni, keçən ailə mənə də burada şahiddir və elan edərdik ki, uşaqlar gələn dərslər saata siz hazırlıqlı gəlin. Nə işiniz varsa, nə bacarırsa internetdən mənə məlumatlar gətirin. Təxvil edələrinin gözəl bir videosu var. Gəlin ona baxaq, sonra davam edək. Namuslu olan baxaq. Ona ne isterler Kur'an'ı? Kur'an'ı diye insan temiz, bağımsız kaldı. Tanrı'yı anlamıyor. Yanı bir tanrısı yok. Hiçbir şey dahil değil. Ben ayet dışarı olan insan bir Allah'tan kesilmedi. Ben yalnız onun kelametinden izleyeceğim. Peygamber ki Adem'in kitaplarının yazılmasından çok derinlerden ötüsü olmuş en harika erelerinin mecnunluğu yarar. İnsan ölçü hali. Ama cehalet yüzünden bunu değildir. Eline vakit olup öz kıymetini derkilerler değiller. Hep Teala, insanoğlu, özür, hikmetine benim emrimle insana ısrar edeceğim. Kıyasımızda dünyada cehaletten utanmaz. Dünya üzerinde özgürlük, dünyanı terk etmek zorundadır. Dünyanı idrakiyle cismilerin hırgâtının öğrenmesinden bakmamız. Hayır, cennet ve cehennem de uydur. Kıyamet günü ve ölülerin dirilmesi valede iddialar uydurmalı. Bilemiyor ki, güzellik dünyanın gözünde ve insanlar ağzında ben menarını ister. Bekleyemez. Ama abi cuma hakkında kişileşirse sırayı işleri çok iyi. Ayrıca sen onu canlı şekilde görür. Yani sizin orta əsrlər dövrünün insanlarını bugüne getirmək müşkül məsələ bunu bilirsiniz. Sadece onun personajını canlandırırlar. Hələ orta əsrlər dövründə də 14-15-ci əsrə görürsünüz ki, Nəsrinin müəllimi elinə, kəsinə böyük üstünlük verir. Deyir ki, həyatda işlər, əyləncə, bunlar hamı müvəqqətidir. Amma əqil deyilsə, azam, kamal, biri hər şeydən üstündür. Ya biz imadətin nəsli deyirik. Əslində uşaqlar, gəlin bunun bütün bir halda adi necə olur? Necə olur? Günümüzü görməyəməyə nəslini adlanır. Hansı təxəllüsdə yazır? Hansı təxəllüsdə yazır? Nəslini təxəllüsü yox. Yox, ona nədən hansı təxəllüsdə yazır? Nəyini sonradan götürmüşdür? Aytanə? Bəs nəyə görə nəslimiz, sonradan nəslimini adlamana başladı? Hüseyin ilə yazmaz. Nəyə görə nəslimiz? Öz müəlliminin adını. Nəyini? İndi biz monitordan da görürük ki, bazı orada sabit məlumat verir ki, deməli, orada hürufi uşaqlar, bu müəyyən cəryanlardır. Din deyil, müəyyən cəryanlar. Necə ki, indi biz onu Vahabi cəryanı var, digər cəryanlar var. Bu da, deməli, nəslimin öz dövrünü əvvəl sufilik cəryanına başlayır. Sonra da hürufiliyin, deməli, görkəmli, aparıcı qüvvələrindən biri olur. O Allahı danmır. Amma o əsərlərində o deyir ki, hək mənəm. Yəni, kim ki haqlı danışırsa, ədalətli iş görürsə, dövlət üçün ədalətli nəsə bəxş edə bilirsə, haqq odur. Bu, yəni, o demir ki, sülhü, haqqı, ədalətli, düzlük, Allah nə vaxt yaratır, biz onu göstərək demir o əsərlərdə. O deyir ki, kim ki haqq hərəkət edir və deməli, o haqqın özüdür. Bəzi qaynaqlarda onu Allaha qarşı çıxan kimi qeyd edirlər. Ancaq uşaqlar, nəslimi bizim Allaha qarşı çıxan, deməli, şairlərimizdən olmuyor. Düz sufizm cəryanında bunu biləcəksiniz, ədəbət kurslarını biləcəksiniz
Ne bilirik? Ben ne diyeyim görüm? Gülsün, ne toplantıdan sizin internetten? Kilometrin imadetin nesimatını toplanacak. Nesimi şərq şəhərinin müxtəlif janrlarda əsərlər yazmışdır. Əsərlər yazmışdır. Məsnəvi, qəsidə, qəzəl tuluq, təcrübət, müəllimə kimi şair şəkillərində Nesimi öz yaradıcılığında istifadə etmişdir. Ancaq bunların arasında aparıcı yerdə, yəni başda qəzəllər tanır. Nesimi qəzəllərini mövzusuna görə iki yerə bölürdü. Bunların bir qismində şairin gerçək həyatında görüp müşahidə etdiyi, gözəllərini təsviri və tərənnümü ilə deyildi. Yaxşı, Gülsün, yəqin ki, sağlamı var, görürəm buradan, əlindən yazısı, orada zihnində məlumatı var. Gəzəllərdir, Nəsiminin əsas yaradıcılığı, onun gəzəlləri olur. Kim vermiş, gəzəl hazırlayın, hansız gəzəl? Sizin də bir zamanın dairəsidir, ay gün tərvanəsidir. Hay gözəlliğiyle düştü bu könül, müsəffər sürgünün pervanesidir. Tutmuşum eşodu can ile gitmek, bu derdi kimse bilmez, yâtemeli. İstifade eləməli var, verəndə istifade elə. Sən bir günlük gəzəlləri. Özünden adil olmuştur Nesimi'nin bugün canı rəhmini. Arsa, uşağa, bu dedik ki, onun çox yerdeydi, gəzəllərində bir parçaydı. İndi uşaqlar, deməli, Nəsiminin gəzəllərini onun kimasına tutmur. Hələ Nəsiminin dövründə Azərbaycan folkloruna aid olan meyxana haqqında da deməli, Nəsiminin kimasından bir nümunə götürürük. Biz meyxana qoymayımızda meyxana istəsiniz. Dünyanın sevgisi yar, yükümüş mendereşir. Nefsine yük etme onu, devri zor istemez. İndi ki sen de bizi kimi sərgərdansan, gel qoşul bizə. Terk-i dünyalığı yattı mənə. Şərbəti ağuludur fani cahanın, səmanın, şərbətindən müşidar umma, zinhar istəmə. Sənindir? Bir əmin mərhəm bulun, adiləsini şum bugün. Her gazal çekme bu seni, keşfi esrar istemez. Bu uzun bir fragment olduğu için sadece Mehmet'e bir numune şeklinde götürdük. Deməli, biz əvvəl ədəbiyyatımıza qəbul etmək istəmədiyimiz meyxana janrı hələ orta əsrlərdə, deməli, Nəsiminin dövründə də bu janrı üstünlük verilmişdir. İndi dedik gəzəl, bəs onun beyitlərindən nə dedik? Dedik ki, beyit, gəzəl, məşəri formasında yazmış əsərlərini. Baxın, onun iki dünya, məndə sığar, iki cahan. İki cahan hansıdır? Bir var oldu, bu dünyadır, bir də ahirət dünyasıdır. Bax, bu iki dünyanın öz şeirində hansı necə tərənnüm etmişdir? Kim deyər bunu? Hansı kim bilir sığmaz? Başka Fatıma, Adem Mehmet'e bilirsiniz, gel bir daha aynı renkte. Gel yakaladı onun mübalaca da olsa, kısa da olsa. Hayır, daha sonra da Adem Mehmet'e. Bak, nesini çekmiş. Kenara da nesini çekmiş görürsün. Mende sığar iki cahan, ben bu cahana sığmazam. Kömrü lanetan verem, sözlü mekana sığmaz. Kömrü mekana ayetin, zatı budur edayetin. Sen bu dişe
hakkını bilir. Bir hakkı bilen bilir ki ben seni yumağına sığmazam. Öyle bu kadar. Yaxşı, bak çok sağ olun. Gerçekten ben tamam. Ben bu mekana sığmazam. Gel alışacak almıştır. Şimdi ben istəyirəm ki, bir əsəri də, bir şeyi də nəslimiz öz dilindən bilsək. Yəni, birini deyə bilməlisə o axırası. Məlumat bir ora, insan ömrü bir harcı olursa. Aha, siz olsa. Şarabı koştularım adeta. Senden ayrı könüller yoktur vefalı yar dost. Ey cemaatı, ismi kamil yadigarım. Yar şu her guşede mindi vurur düşman bana. Ey sevmadi azamını can hatalım. Şu nesidir bugün eyyam eşkin terleri. Ey şekerler, yar şiirin rüzgarın. Deyirəm ki, mən ondan farsizmlə yazırlar, tarixlə adətən deyirəm. Yəni, sizin onlar yaşırsın ağırdır. Yəni, siz o gələn, yəni, dövlət tərəfindən deyilən o... Bu, onların yaş həddi üçün ağırdır. Ancaq biz istirik qısa şəklində bunlar Nəsimə haqqında məlumat toplasınlar. Buna görə bunlardan söhbət aparır. Elnur, Beydullah, Oruç, nə məlumatlar gətirsinlər? İnternet əlaqə zamanı nəyi öyrəndiniz? Nəsimə, sən oraya da haqda toplamalıyım. Nə toplayırsan? Madəttin Nəsimi Azərbaycan dilində şairin ilk gözəl öyrətlərini verən, düşündükləri yüksək əbədi bir dildə ifadə etməyi bacaran kürsü bir sənətkar olmuşdur. Onun ana dilindən başqa ərəb və fars dilinə yazmış olduğu divanlar vardır. Şeirin həqiqi adı Əlidir. Şairin həqiqi adı Əlidir. Hərdən deyilən indi mən Əlidir. Azərbaycan Şamaxı şəhərində anadan olmuşdur. Babası Seyid Məhəmməd Çağrı'nın tanınmış... Öz dövrünü, öz dövrünü. Aha. Çağrı'nın insanlardan biri olmuştur. Evet. Müəllimə bax, mən yaradım. Nə yapmışlar? Ya, hansı yaradığın hansı tərəfini tanıyırsınız, bilirsiniz onu? Biləsik daha doğrusu bugün. Aha. Nəslini dilin zənginliklərindən, qəzəllərini özünə məxsus bir ustalıqla ifadə edir. Bəzən şair şeirlərini yalnız kitab və ifadəli təkrarlarla izləyilir. Bax, kitab ediniz, gördünüz, bayağı kitab edildi. Haradasan? Bir bunu yəqin Azərbaycan dilindən bilirsiniz. Əsas mövzuda kitaba tərəfidir. Aha. Kitab edin. Məsələn, məndə sığar, mən bu cahana sığmazam, gövhəri məkan gözünü məkanı sığmazam. Filosof şairin poeziyası çox tez bir zamanda Orta Asiya, Türkiyə və İran xalqları arasında populyarlıq qazanır. Həlvac Mənsur'la birlikdə onun adı öz əqidəsi uğrunda qeyri-adi sədaqət və cəsurluq rəmzidir. Bəli, əşyaları. Məlumatı mənim axıda oxuyun. Tarixdən bunları bilmiş olacaqlar müəyyən məsələləri. Sizi hələ gətirikdir bunları. Nəsil yox. Hansı dövlətin mövcudluğu zamanda yaşayır? Ay sağ ol. Hansı? Ay sağ ol. Hansı? Bax, Ayşə bizim Şirvanşahlar dövlətinin, dövrünün şairidir və ona hansı şair adı verilir? Hansı şair? O mesela şairindən başqa? Yox, Qazan Şirvan o dövlət şairlərdən biriydi. Saray şairi. Saray şairi. Şimdi məndən axıda verdi bu qal, indi verir. Baxın, tutaq ki, bugünün şairi, bugün deyəndə, söz ödə yaşanan şair götürək də. Deməli, səbət vurğunla, imarətin
müasir şairlərdən siz də yaxşı biləcəksiniz. Müziklər qəsəməni yazıb yaradır, müstəqil Azərbaycan dövründə. Amma İmadəddin Nəsimi yazıb saray dövründə. Özü də bəlkə də bilirsiniz, bəlkə də gələn dəfələrdir səslərində. Saray tərkibli olan şair ancaq xana o saray qanunlarını əsasən yazmalıdır. Amma İmadəddin Nəsimi bu tərkibdə bir-birə kənara çıxır. Ona görə mən şəlalə öz məzununa dedi ki, filosof şair. Var şair, filosof ilə baxar, filosof şair. Başqa filosof şairlərdən hansılar dedi ki, yəni bir məkanda qalmayan, başqa bir müraciət edən, davet edən. Yəni mən siz söyləyəm. Filosof şairlərində biz İslami gəncləri, bir də İmadəddin Nəsimini misal gətirə bilərik. Bu günlərdə yaxın vaxtlarda biz Füzuli haqqında da keçəcək. Füzuli neçə illik olacaq əliba? 520 illik. O haqda geniş məlumat alacaq. Başqa səndə nə var? Nəsimi Azərbaycan dilində şairin ilk gözəl örnəkləri verən düşüncələri. O yoldan nə var? Bir dildə ifadə etməyə bacaran güclü bir sənətkar olmuşdur. Başqa? Sizin məlumat. Azərbaycan Türkçəsinin tarixi inkişafını öyrənmək baxımından da müstəsna əhəmiyyətə malikdir. Nəsimi Azərbaycan şiirinin şəkli xüsusiyyətlərinin təkmilləşməsində çox mühüm rol oynamışdır. Deməli, Nəsimi bir Azərbaycan tarixinə baxaq. Deməli, zaman-zaman ərəblər, zaman-zaman farslar, zaman-zaman monqollar, sonra çardır, sonra Sovet Rusiyası. Deməli, Azərbaycan hər şey yad edən başqa məlum qalmışdır. Hər hansı bir dövlət Azərbaycanda bərqərar olanda və ya son təklimə qazanda dilimiz yox olmuşdur. Amma Nəsimi hər bir dövr, hansı ki fars dilini üstünlük edən bir dövrdə Azərbaycan Türkçəsini yazan şairlərimiz olmuşdur və onun xüsusiyyəti gözəl ondadır ki, öz şeyində adacıq olsa, və görürsünüz, bəzən də bu düşürsünüz, bəzən də düşürsünüz, bəzən insanlar mənə vaxt sual verirsiniz, o Azərbaycan Türkçəsidir. Biraz fars qarşı Azərbaycan Türkçəsidir ki, az da olsa o əsərlərində onu sizə bəxş etmişdir. Həmin dövrə deməli, Azərbaycan Türkçəsi işlənmişdir. Başqa, Ayda olur. Onun Şamax'ta yaşadığı Şahşan'dan ahalisi ile şiirler yazdığı ve hazırda bu adla tanımlanan Qədim İstanbul'da bastırıldığı məlumdur. İslam'dan sonraki dövrde Şamax'ta iri medeniyet merkezlerine çevrilmiştir. Burada çoklu məktəb, məclislər, bütün şəkli məşhur olan şiir ve musiki məclisləri fəaliyyət göstərirdi. Zəngin ictimai və şəxsi kitabxanalar mövcud idi. Paytaxtdan bir qədər kənarda Məlhəm adlanan yerdə məşhur şair Xaqani Şivanın əmisi, alim və həkim Kafiyyətin tərəfində yazılmış daha 3 səhifə tip akademi nəsrdə fəaliyyət göstərirdi. deməli, mənə bir sual veriyor. Ərəblər Azərbaycan üçün təsdiqə gəlmişdilər. Keçən tarix kurslarınızda olmalı deyəsən. Biz İslam dilinə vaxt qəbul eləmişik. Minilik yox. Minilik olmuyor. Deməli, vəlamda yenilik olmuyor yəni. Deməli, 7-ci yüzillikdə ərəblər Azərbaycana gəldikdən sonra Azərbaycanda ərəb mədəniyyəti, yəni o məscidlərdir, minarələrdir və yaxud da mədrəsələrdir. Deməli, bunlar Azərbaycanda bərqərar olduqdan sonra deməli, biz bir növ İslam mədəniyyətinə yaxın oluruq da, ərəbləşdirək, İslam mədəniyyətinə yaxın oluruq və bu dövrdə, Nəsiminin deyir ki, təhsil aldığı dövrdə məhz həmin dövrə, deməli, tuş gəlir də həmin dövrə aid olur. Yaxşı. Başqa bir yolda səndə nə var? Gələcək, bayağı bir yoldaşdan soruşa gələcək. Hoş geldi. Ey ruhu telefonu merhaba. Bir də bence bak, bu hansı formada yazıyor? Yok. Hansı formada? Yok. Bayağı yoldaşın değildir. Hitap. Hoş geldin. Bir de merhaba. Aha başla. Sen yarısın. Ben geldi yarım sordu. Nesimi ne desen? Nesimi ne desen? Merhaba, hoş geldi. Kırda Dahan merhaba. Artık Yunus, evet. Gülse sende ne var? İmametin Nesimi'nin şiiri var. Çoxları şəxslər, bəzilərinin şəxslər İmadəddin deyil. Amma İmadəddin deyil, daha İmadəddindir mənim. Düzgün deyil. Mən bəzən... Düz, bu qəşəkdir mənim, bax. Köprüdən əkən uyuşa gəldi. Sirri əsəri oldu aşikare. Arif, ne devleti, müdare. Gülen yüzde bir dilden ile işimiz memur idi.
məmur idi. Həmçinin idi, Nəsimi, dünən gecə bir yay ilə, Könlüşar idi, vaxtı xürrən, məclisi kurnu ilə. Bak bu hansı biz dedik ki, Nəsiminin yaradıcılığı iki dövr ayrılır. Bir o, deməli, necə deyək, həyatı zövq-i səfada, məhəbbət və sevgide görürdü. İkinci hissəsi sonra ədəbiyyatının ikinci hissəsi və yaradıcılığının artıq haqq, ədalət, deməli, söz və hədd məqamına gəlir də, o sənin dediğin şeyi onun yaradıcılığının birinci hissəsinə, dünyanı, deməli, yaşamağın zövq-i səfada gördüyü hissəsinə aid edir. Şimdi, əlavə. Saat açık nöqtə olmalı, sonra nöqtə səfərli deyirəm. Bu həftənlilərinin və təqdirlərinin ikisi. Yazısız, hansısa birinci durun, qısa şəkildə məlumatını verir. Nəslimin həyatı haqqında geniş məlumat mövcud deyildir. Mənbələrin əksəriyyəti onun adının imanətli kimi olduğunu göstərir. Nəslinin əsl adı Ömər və Əli olduğunu qeyd edən mənbələr də vardır. Bir çox tədqiqatçılar onun Şamaxıda, Bursada, Təbrizdə, Bakıda və hətta Şirazda anadan olduğunu qeyd edirlər. Şairin atası Seyid Məhəmməd Şirvanda tanınan şəxsiyyətlərdən biri olur. Nəsimi 1417-ci ildə Hələbüsçədə vəfat edir. Hələbüsçədə də var. Yox, Hələbüsçədə yox da. Yox, sizdən sonra yataqlar mı Rusiya? Yəni, o ayrı deyil. Bunun evləri məlumatı deyil, değil mi? Şəhərin ki, şairlər, hər növü şairlər haqqında. Orta əsr dövr şair. İndi kimlərin şəklini çalışır? Deyin görün. Nizami Gəncəvi, İmadəttin Nəsimi, Seydəli Şirvani, Mirzələfdə Sabit. Mirzələfdə bir-birə yer etsə, elə ki, son ödətlərdir. Çox sonra. İlk Nizami Gəncəvdən başlayır, Mirzələfdə Sabitdən qısardır. Duruşa buraya, bir istatlarla bulunacaq. Səndən irad el, sənən namus hər yanaram. Vəhdini arzuaram, daxı bətər yanaram. Eşki ilə zulgün oldu, canıma hər eylədi. Kar eylədi, can ilə səbəndə. Gözdə səbəndə. Ey, sən şu qədər yanaram. Burada bir eylədindən ne bak? Yanaram. Sardı, burada. Hazırladı, aha. Nərmin və bu verəm. Kitabı nəsəki burada yox. Sən canlı baxar. Ani var, sən yadan anlayın. Deməli, əlli bax, hər dövlətin sonu olduğu kimi, hər bir gözəl sonluğu olan kimi, insan həyatında elə məqamlar var ki, bu tanınmazdır. Bu məqamsa ölümdür. Amma uşaqlar, ataların bir misalını burada gətirmək istəyirəm. Ölüm də var, ölüm də var. İndi gəlin görək, baxaq, Nəsiminin ölümü hansı şəkildə olmuşdur? Aha, operasyonumuzdan xahiş edək. Anda sırar ki cahan, ben bu cahana sığmazam. Kevherina mekanlanım, çoğu mekana sığmazam. Verremenem, güneşmenem, yağıleten güneşmenem. Sureti gör beyan ile, çünkü beyana sığmazam. Erşile perşükatının, mende bulundu cümlesin, kessesinin ve essemun, şerh-i yavme sığmazam. Kimse cuma-ı temmiha, dûne bihek. Uşaqlar,
partiyalara görə olduğu üçün, onun deməli, necə deyək, onun haqqını, ədalətini bəyənməyən insanlar onu cəzalandırırlardır. Onu mənbələr, bəzi qaynaqlar deyirlər, soyub öldürürlər, bəzi yanında bunu təsvir edirlər. Amma bizim kinoda və tarixi mənbələr bildiyimizə görə Nəsimi dərsiz soyularaq ölür. Bu zaman düşmənlərdən biri ona deyir ki, nə oldu şair, niyə saralırsan? Orada onun bir söz var ki, tarixi bu söz artıq kəlama çevirir ki, sarılan mənim bədənim deyil. Günəş də qürub edərkən, qürub edərkən nə deməkdir? Batmaq da, günəş də qürub edərkən saralır. Yəni, mən günəşəm, sönürəm, amma mənim sönməyim yenədən doğulmağım olacaq da. Yəni, mən ölsəm də, mən həyatdan geçsəm də, mənim əsərlərim, şeirlərim, mənim qoyduğum haqq yolu, ədalət yolu həmişə var olacaqdır. İndi mənim qısa bir yaddaş gedim. Neçənci də anadan olub? Bu il neçə ilin gecələşdik onu? 645-ci ildə. 645-ci il dönümünü qeyd etməliyik. Deməli, Nəslimin şahı kim olub? Muasır şairimiz Azərbaycanın görkəli nümayəndələrdən biri olmuşdur. Deməli, uşaqlar, bugünkü bizim təhqiqat saatımız sona çatır. Hər birinizə nəyə arzulayırıq? Birincisi, hamınızın deməli, işlərinizə görə, araşdırmalarınıza görə, çalışmanıza görə səni təşkil edirəm. İkincisi də uşaqlar, arzu edirəm ki, Nəsimi kimi tarixdə hər sözünü, haqq, ədalət yerini bildirən şəxsiyyətlərdən biri olasınız. Və mən burada sözdən təşkilatınıza, uşaq birliyinə, ülkən verməyə və əlbəttə bütün hər ikisi köməyi olan, bizə yol göstərən alimlərə fikir verəndə qalıb qoyduğum. Çok gel mükemmel yalnız ya. Her birisi Nəsimi Nəsimi en çok hoşlandı. Dahi olur ki, hepten dövrüne göre bizler size ona olmuş. bayağı aile mühendisliğini gördünüz, mükemmelmen de fikirlerini əlavəsində gördünüz ki, Şəfa Nəsimi hər dövrün sevilən şairlərindən biri olmuş. Yəni buna hazırlaşmaq, buna nəsə etmək lazım deyil. Ben geçelim Nəsimin sesini sizlere getirdim. Nəsil çəkdiyi məktəbdə oxuyanda onlar bizim idealımız. O şairlər, o görkəmli şəxsiyyətlər bizim idealımız. Biz onların Yoksa yoksa ideal bizim çevremizde mesela siz demişken ayakta güzel kesemezsin adı çektir. O İlyas Efendi'ye bağırıyor. Ticareti belki vesaire bir lafı saymakla çıkarmanızda siz bunları öğrenmediniz. Geldiler ama bizim saray devrinin şairlerine hususiyle öğrenmedik. Çünkü onlar çok az dolar. Hem ağır şəraitdə yaratdılar. Yani çok açacaklı bir şaraitte. Dersiz soyulan, başı kesilen, kolu kesilen, kıçı kesilen bir şaraitte yaratmışlar. Bir sözümü takdisen o zaman öyle bir zaman bir şaraitte. Hükmü asmakla insanlara evveliyetler hak yolunda. Ve başları köşkünsü, gurur baltayla kesilirdi. Bile bir sürüdü. Özde faaliyetler bilirler, faaliyetler Ben çok önemli ki her hükümlüye yılışan kimin evinde kapatır. Başta o yoldaşlar gelir, kalite şekilde vekillerine günün birinde o künolu buldu, ile size çok gösterir. Daha sonra devam ediyor bir künolu. Çok maraklı ve bakılası bir eserdir. Ona bak. Yaxşı mı? İbrət gözləti əsər. İbrət gözləti. Orada çok şeyler var. Halkımızın nümunesi olan, değerli nümunesi olan imadede Nəsimi hakkında ve o qəhrəman Azərbaycan xalqını təmin bir insanıydı ve Azərbaycan xalqının qəhrəmanlığını sübut edən bir nümunəvi bir kinodur. Çok değerli çok kinolara bizim insanlarımız çok uşaqlar dedikodudan başlamış, İmadətin Nəsimidən başlamış, Qaçaq Nəbi və fərqli bu kinolara nəfəsiyəli baxın. Əlavə etmək istəyirəm ki, bugünün dizilərinə baxın, heç bir nümunə